Sizə fibroadenomalar barəsində danışacağım. Təkrar bu mövzuya qayıdırıq. Pasientlərimiz soruşur ki, doktor, əgər bu fibroadenomadırsa və xoş xassəlidirsə və əgər siz deyirsinizsə ki, bu gələcəkdə süd vəzi xərçənginə keçməyəcək, bəs onda məni niyə əməliyyat edirsiniz? Baxın, bu məsələyə bir neçə prizmadan yanaşmaq lazımdır. Əgər fibroadenomanı biz çox gənc yaşda aşkar etmişiksə, təxmini 20'li yaşlarda və xanım da subay xanımdırsa və ölçüsü də çox kiçikdirsə və kontrol müayinələr zamanı fibroadenomanın ölçüsü böyümürsə, onda mən sizlə razı. Əməliyyat etməyə ehtiyac yoxdur. Sadəcə 6 aydan bir, 1 ildən bir kontrol müayinələrə gəlinir, fibroadenomanın ölçülərinə baxılır, böyümürsə, kələkötürləşmirsə, qanlanmırsa və s. qoyun qalsın. Mən də sizdən razı. Yox, əgər fibroadenomanı biz 35 yaşdan sonra yeni aşkarlamışıqsa, burada artıq problemdir. Çünki fibroadenomalar adətən gənc yaşlarda aşkar olunur. Və 35 yaşdan sonraki yaşlar bizim hormonal dəyişkənliyə məruz qalacağımız yaşlardır. Və bu hormonal dəyişkənlik fonunda bizim fibroadenomamız dəyişdirə bilərmi? Bilər. Hələ əgər kontrol müayinələr zamanı düyünümüzün ölçüləri də böyüyürsə, bu zaman mən sizə fibroadenomanı saxlamağı qətiyyən məsləhət görmürəm. Burada bir faktor da var. Əgər sizin nəslinizdə, genetikada, başqa xanımlarda da süd vəzi xərçəngi olubsa, bu zaman ümumiyyətlə fibroadenoma olsa belə bu düyünlər çıxardılsın. Bir məqamda qeyd eləmək istəyirəm. Üçlü negativ deyilən süd vəzi xərçəngləri var. Klinik olaraq bəzən fibroadenoma görünüşü verə bilir və hətta biopsiya olunan zaman da belə biopsiyanın cavabında, trukat biopsiyada cavab fibroadenoma gələ bilir. Bu halda da təklif edəndə ki, gəlin əməliyyat edək, yenə deyirsiniz ki, fibroadenomadır da, niyə əməliyyat edim ki? Baxın, trukat biopsiyada fibroadenoma cavabı gələn bir sıra hallarda əməliyyat zamanı bu üçlü negativ süd vəzi xərçəngi də ola bilir. Ona görə də bu işi riskə atmadan, əgər bizdə problem varsa, gəlin bunun qabağını vaxtında alaq ki, sonra daha ağır diaqnoz olaraq süd vəzi xərçəngi ilə mübarizə aparmalı olmayaq.